28 mart 2026-cı il. Hal-hazırda Biləsuvar rayon ərazisində kanalizasiya sistemi ilə bağlı vəziyyət tam stabildir və hər hansı problem müşahidə olunmur. Yağan güclü yağışlara baxmayaraq sistem normal rejimdə fəaliyyət göstərir, suyun axını fasiləsiz şəkildə təmin edilir və heç bir daşma və ya tıxanma halı qeydə alınmır. Mövcud infrastruktur yüklənmələr davamlı şəkildə işləyir və bütün xəttlər nəzarət altındadır. Ərazi üzrə aparılan mütəmadi texniki baxışlar və profilaktik tədbirlər nəticəsində kanalizasiya şəbəkəsinin işlək vəziyyətdə saxlanılması təmin olunub. Nasos stansiyaları və digər avadanlıqlar tam saz vəziyyətdədir. Həmçinin operativ xidmət qrupları mümkün hallara qarşı daim hazır vəziyyətdədir. Nəticə olaraq rayon ərazisində kanalizasiya sistemi etibarlı və dayanıqlı şəkildə fəaliyyət göstərir. Əhalinin gündəlik həyatında heç bir narahatlıq yaratmır.